hər kəsin öz həqiqəti və bu yanlış olur. Yəni deməli milyonlarla, milyardlarla insan var. O deməkdir ki, onların sayı qədər həqiqət var. Məsələn götürək ailə mövzusunda bəzən olur ki, valideynlər arasında uşaq tərbiyəsində bir problem yaranır. Hərəsi bir cür tərbiyə eləmək istəyir. Bura nənələr, babalar qarışanda vəziyyət daha da gərginləşir. Onların da öz həqiqəti var. Ancaq dəyişməz olan bir həqiqət var ki, uşağın düzgün tərbiyəsi üçün bir qayda keçərlidir. Bu qayda onların şəxsi fikirləri onu dəyişməz. Nənə deyir, mənim öz həqiqətim var, uşaq tərbiyəsinə aid, ata bu iddianı eləyir, ana bu iddianı eləyir. Onların bu iddiası vahid olan həqiqəti yenə də dəyişmir. Onların hansısa biri səhvdir. O 4 fikirdən biri düzdür, 3-ü yanlışdır. Və o qaydalar nə vaxt biz bilirik hansı düzdür? Hansı yanlış bir tərbiyə metodunu tətbiq edirik, uşaq görürük ki, düzgün tərbiyə almadı. Praktikada özünü doğrultmuyor. Praktikada özünü doğrultmur. Ondan sonra onlar deyirlər ki, mən səhv etmişdim. Deməli, biz gələcəyi görmədiyimizə görə, mən bu dəqiqə deyə bilərəm ki, hərənin öz həqiqəti var, bu da mənim həqiqətimdir. Yəni, bu deməkdir ki, sənin fikrin də düzdür, mənim fikrim də düzdür. Ancaq bir 10 ildən sonra mən baxıb görürəm ki, mən səhv etmişəm və onda anlayıram ki, əslində hərənin öz həqiqəti, fikri səhv imiş. Həqiqət vahiddir, həqiqət birdir. Ona yanaşmada mən yanlış bir addım atmışam. Bu zamanla mən görürəm. Və bir də bu fikir çox qorxulu bir fikirdir. Yəni bu fikrin mənası nə deməkdir? O deməkdir ki, insanlar heç bir zaman kompromisə gələ bilməyəcəklər. Yəni əgər hər kəsin həqiqəti düzdürsə, hər kəsin yanaşması düzdürsə, həqiqəti axtarmaq üçün niyə bu qədər sərmayə qoyulur? Bu qədər universitetlər var, bu qədər çalışmalar var. Niyə görə nəzəriyyələrin bir çox özünü doğrultmur? Deməli, bu sözü biz nə qədər də desək də, əməldə biz nəyə deyirik? Biz deyirik, həqiqət bir dənədir və hamı da çalışır o həqiqəti axtarsın. Mən deyirəm ki, mənim öz həqiqətim var. Yəni, mən əslində o reallıqla qarşılaşmaq istəmirəm. Reallıqdan mən qaçmaq üçün, bu sanki mənim qorunmağım üçün bir vasitədir. Yəni, məndən əl çək. Mən bu getdiyim yolun yanlış olduğunu etiraf eləmək istəmirəm. Bu ağırdır, ümumiyyətlə. Həqiqətlə üzləşmə çox ağır bir şeydir. Sən qəbul eləyəsən ki, 10 ildir sən düzgün yolda getməmisən.